Təsəvvür edin, bax, insan həyatındakı o böyük bir faciəni izah etmək üçün bəzən cəmi bir neçə söz kifayət edir. Bugünkü dərin təhlilimizdə qarşımızda duran yeganə məlumat da məhz belə bir cümlədir. Çox ağır bir cümlədir, yəni doğrudan da. Bəli, dəhşətdir. Yəni, məlumat ancaq bundan ibarətdir ki, 19 yaşlı gənc bacı söhbətinə görə öldürülüb. Biz adətən saatlarla oxunan hesabatları, mürəkkəb məqalələri filan təhlil edirik. Hə, amma bu dəfəki mənbəmiz çox fərqlidir. Düzdür. Bu dəfə məqsədimiz tamamilə fərqlidir. Yəni, istəyirik ki, siz bu qısa, sıxılmış cümlənin arxasında gizlənən o böyük gerçəkliyi və bunun bizim gündəlik həyatımızdakı münaqişələrlə əlaqəsini görəsiniz. Cümlənin qısalığı əslində, necə deyərlər, onun təsirini daha da artırır məncə. Fikir verin, burada heç bir uzun detallar, arxa plan və ya əvvəlki hekayələr yoxdur. Hə, sadəcə səbəb var, bir də ən sonluq. Gəlin bunu hissələrə bölək. Bölək, ilk hissəyə baxsaq, qurbanın sadəcə 19 yaşında olması qeyd olunur. Və bu təsadüfü deyil. İnsanın həyata yeni başladığı bir yaşdaxı. Tamamilə elədir. Mənbə xüsusilə yaş faktorunu vurğulayır ki, dərhal oxucunun və ya dinləyicinin diqqəti hadisənin qəfilliyinə yönəlsin. Yəni, bu çox vaxtsız bir itkidir. Amma məni ən çox düşündürən məsələnin necə belə dəhşətli sürətlə bura gəlib çatmasıdır. İkinci hissəyə baxırıq, yəni deyir, bacı söhbətinə görə... Çox adi eşidilir, düzdür? Bəli, ilk baxışdan çox sadə, hər gün fərqli formalarda rastlaşdığımız o qısa meişət mübahisələri kimi. Mənə elə gəlir ki, bu vəziyyət eyni ilə sıxılmış qaz balonuna oxşuyur. Çox dəqiq bənzətmədir, hə? Yəni, kənardan tamamilə sakit görünür, amma içəridə elə bir təzyiq toplanıb ki, adi bir klapan açılışı, yəni o kiçik söhbət, saniyələr içində fəlakətə səbəb olur. Bəli. Necə olur ki, gündəlik bir ifadə belə dağıdıcı sonluq verir? Bax, mənbədə bu söhbət ifadəsinin qətlin yeganə motivi kimi təqdim olunması ən həlledici detaldır. Yəni, ortada başqa heç nə yoxdur. Xeyr, heç bir başqa səbəb göstərilmir. Nə bilim, maddi bir münaqişə və ya kənar cinayət faktı filan yoxdur. Sadəcə ailə daxili həssas bir mövzu. Bəli, məhz cəmiyyətdə toxunulmaz qəbul edilən bacı məfhumu ətrafında yaranan mövzular fövqəladə eskalasiya potensialına malikdir. Yəni, anidən idarə olunmaz hala gəlir. Elədir. Sənin o qaz balonu bənzətməsindəki kimi tərəflər arasındakı atmosfer onsuz da partlamağa hazır vəziyyətdə olur. Və o cüzi söz mübadiləsi də sadəcə titik rolunu oynayır. Bəli, mexanizmi işə salan o kiçik yığılcım olur. Və o titik çəkildikdən sonra arada heç bir xilas şansı qalmır. Yəni, o söhbətdən dərhal sonra birbaşa ən ağır söz gəlir, öldürülüb. Reallığın ən qorxunc tərəfi də məhz budur. Öldürülüb kəlməsi artıq geri dönüşü olmayan, mütləq bir fiziki nəticəni ifadə edir. Hər şeyin bitdiyi nöqtə. Tamamilə. Yəni, burada fərqinə varmalı olduğumuz təməl bir ziddiyyət var. Bir tərəfdə qeyri-maddi, anlıq bir söz mübadiləsi var. Yəni, gündəlik dildəki o söhbət məsələsi. Digər tərəfdə isə bir insanın mövcudluğunun bir dəfəlik fiziki olaraq silinməsi. Bəli, bu iki tamamilə fərqli qütbün belə qısa bir cümlədə birləşməsi bizə şifahi gərginliyin necə kəskin və geri dönülməz fiziki şiddətə çevrilə biləcəyini göstərir. Bax, elə burada dayanmalı və bütün bunların üzərində bir qədər düşünməliyik. Həqiqətən də. Yəni, niyə bugün diqqətimizi cəmi bircə cümləyə yönəltdik və bu sizin üçün niyə önəmlidir? Çünki bu xəbərdarlıqdır. Ailə daxilindəki və ya dostlar arasındakı söz-söhbətlər zərərsizdir, yəni elə sadəcə söz olaraq qalacaq. Amma reallıq sübut edir ki, xüsusilə belə həssas düymələrə basıldıqda, o cılız görünən mübahisələr tamamilə idarə olunmaz toqquşmalara çevrilə bilir. Özdə saniyələr içində. Bəli. Biz şifahi konfliktlərin ani olaraq necə miqyasını dəyişə biləcəyini əksər hallarda göz ardı edirik. Buna görə də bu təhlilimizi yekunlaşdırarkən sizi bu barədə biraz fərqli düşünməyə dəvət edirəm. Təsəvvür edin, o adi söhbət ilə geridə dönüşü olmayan ölüm faktı arasındakı o qısa, görünməyən anlarda əslində nələr baş verir? Çox düşündürücü sualdır. İnsan idarəni itirib, o qırmızı xətti tam olaraq hansı saniyədə keçir? Biz gündəlik həyatımızdakı adi mübahisələrin faciəyə çevrilmə riskini ümumiyyətlə düzgün qiymətləndiririkmi? Çox vaxt xeyr. Növbəti dəfə kiminləsə qızğın bir mübahisəyə girəndə bu görünməyən anların nə qədər təhlükəli ola biləcəyini bircə anlıq xatırlayın.